Bugün görməsələr də həyatın bütün rənglərini qəlbi ilə hiss edən insanların günüdür. Onlardan biri də Günay Məmmədovadır. İnklüziv teatrın aktrisası, hüquqşünas kimi fəaliyyət göstərən, spiker kimi çıxışları ilə insanlara motivasiya verən və görmə məhdudiyyətli şəxslərə dərs keçərək onlara ümid bəxş edən, güclü mərd qadın, həyat yoldaşı və ana. Onun hekayəsi sadəcə bir qadının uğur hekayəsi deyil, iradənin, inamın və zərifliyin göstəricisidir. Ali məktəbə qəbul olandan sonra gözlərimdə müəyyən problemlər başladı. Ağrılar və s. Bir müddət sonra universiteti bitirdim, işə düzəldim, çalışmağa başladım, ailə qurdum, qızım dünyaya gəldi və gözümdəki xəstəlik biraz da ağırlaşdı. 37 yaşında tamamilə görmə qabiliyyətimi itirdim, hər iki gözümün. Əvvəllər qorxurdum qaranlıqdan, ilk gözlərimi itirəndə, görmə qabiliyyətimi itirəndə. Amma sonradan başa düşdüm ki, mən bu qaranlıqla dost olmalıyam ki, həyatda nəyəsə nail olum. Günay Məmmədovanın gözlərində problem 1998-ci ildən yaranır. 2008-ci ildə sol gözünün, 2014-cü ildə isə sağ gözünün görmə qabiliyyətini itirib. Lakin bu ona nə ailədə, nə də karyerasında heç bir maneə törətməyib. Mənim həyatda bax bu dimdik Allaha şükür dayanmağım və bu qədər çətinliyin öhdəsindən gəlməyimin birinci səbəbi mənim qızımın varlığıdır. Sonra da bilirəm ki, mən atama da çox lazımam. Və müəyyən insanlar var ki, qrup insanlar var ki, mən onlara lazımam. Müxtəlif sosial layihələrdə iştirak edən Günay Məmmədova həm də qadınların ilham mənbəyi və əlilliyi olan şəxslərin hüquqlarını müdafiə edən qəhrəman kimi tanınır. 2016-cı ildən inklüziv teatrda çalışır. Çoxumuz onu Klara xala, Xampəri obrazları ilə tanıyırıq. Qalib qadın monoloqu, Adamlar və Siçanlar, Paris partladı, Qonşu, Göy quş və An tamaşalarında yadda qalan rollar canlandırıb. Hüquq təhsili aldım, amma çox təəssüf ki, hüquq təhsilini davam etdirə bilmədim. O işlə çalışa bilmədim. Ona görə 2016-cı ildə bir saylı tibb kollecinə daxil oldum. Eyni zamanda tibb kollecində oxuduğum müddətdə inklüziv teatrla tanış oldum və uzun müddət onlarla bir yerdə çalışdıq. Teatrda aktrisa kimi fəaliyyətim davam edirdi, amma eyni zamanda Azərbaycanda yeganə qənnatçı və şirniyyatçı diplomunu almışam. Təhsil Nazirliyi tərəfindən keçirilən peşə təhsilində bu diploma yiyələndim. Səhnədə isə o hər kəsi güldürür və düşündürür. Çünki istedad məhdudiyyət tanımır. Bütün sərhədləri aşmağı bacarır. Əzizə Mahmudzadə, Orxan Ağazadə, Telesəhər.